önəmsənmədiyi ortamda deməli 20 qram kütləli mərmi 500 metr bölü saniyə sürətlə 980 qram kütləli takoza çarpıb saplanır. Buna görə takoz neçə metr yüksəkliyə qalxacaqdır. Baxın, birinci halda mərmi 500 metr bölü saniyə sürətlə gəlir. Takoz da neyinib? Yerində dayanıb, sürəti yoxdur. Sonra gəlir, neyinib? Takozun içərisində ilişib qalır bu mərmi. Gəlin impulsu saxlama qanunu yazaq. 20, yəni takozun içərisinə mərmi girəndən sonra takoz hansı sürətə malik olacaq? Gəlin bunu tapaq. 20 vurulsun 500. Üstə gələk. Takoz 980 qramdır, amma sürəti yoxdur. Ona görə impuls verəcək 0. Sonra saplanıb içində qaldığına görə 980 üstünə 20 gəlirik. Olur 1000 və son. Deməli, buradan alırıq 10.000 bərabər olur 1000 və sona. Buradan və sonu tapıram. Eləyir 10. Deməli, takoz hansı sürətə malik olur? Müəyyən 10 metr bölü saniyə sürətə malik olur və neyinir? Müəyyən hündürlüyə bax, belə qalxır. Bax, bu məsafəyə də deyək 1h məsafəsi. İndi enerji saxlama qanunu istifadə edilir. Takoz birinci yerində də müəyyən sürətə malik olur. Yəni, kinetik enerji nəyə çevrilir? Artıq müəyyən hündürlüyə qədər qalxdığına görə potensial enerjiyə çevrilir. M-lər ixtisar gedir. Deməli, V-in kvadratı olacaq 100 bölünsün 2-dən 50. Bərabər olur 10h-a. Buradan h-ı tapırıq nə qədər eləyir? 5 metr eləyir. Deməli, 5 metr takoz yüksəyə qalxacaq.